bir neçə gündür özünə müstəqil deyən və yaxud da ki, elə Yeni Azərbaycan Partiyasından olan millət vəkilləri yerli media orqanlarında və həm də artıq parlament kürsüsündən belə bir propaqandaya, belə bir təbliğata başlayıblar ki, AXCP və Müsavat partiyaları bağlanılmalıdır. Onların fəaliyyətinin dayandırmalıdır bu iki partiya. Dövlət onlara fəaliyyət göstərməyə artıq mane olmalıdır. Və mən təbii ki, buna birmənalı olaraq qarşıyam. Doğrudur, mən tamamilə başqa bir partiyanın üzvüyəm, Respublikaçı Alternativ Partiyasının üzvüyəm və siyasi olaraq biz Yeni Azərbaycan Partiyası ilə rəqib olduğumuz kimi, həm də Müsavat Partiyası ilə, həm də bu məsələdə adı xüsusilə hallanan Azərbaycan Xalq Cəbhəsi Partiyası ilə rəqibik. Amma siyasi rəqibik. Biz Yeni Azərbaycan Partiyası ilə də düşmən deyilik, həm də digər partiyalarla da. Ölkədə səhv etmirəmsə 26 partiya var ki, rəsmi Ədliyyə Nazirliyi tərəfindən təsdiq olunmuş, yəni registrasiyadan keçmiş partiyalar. Onlardan da həm də bu iki partiya var. İndi hökumət yönlü media orqanlarında və xüsusilə də deputatlar arasında, yapın deputatlar arasında başlayıblar ki, bəs Xalq Cəbhəsi və Müsavat Azərbaycan xalqının, Azərbaycan dövlətinin düşmənidir. Onlardan Azərbaycan əleyhinə istifadə olunur. Onda bir özünüzə sual verin, mən sizə təklif edirəm. Özünüzə sual verin və bir daha düşünün. Azərbaycanda ən böyük korrupsionerlər hansı partiyadan çıxıb? Təbii ki, Yeni Azərbaycan Partiyasından. Və siz bugünə kimi 32 ildən artıqdır siz iqtidar partiyasısınız. Hətta 33 ildən artıqdır siz iqtidar partiyasısınız və ən azı bəlkə də sizin elə 30-a yaxın özünüzün öz üzvünüzü həbs etmisiniz. Bunlar vaxtilə keçmiş deputatlar ola bilər, keçmiş hökumət və dövlət aparatında işləyənlər ola bilər, müxtəlif nazirliklərdə çalışanlar ola bilər. Yəni mən ən yüksək rütbəli, ən yüksək ranklı, necə deyərlər, Yeni Azərbaycan Partiyasının üzvlərindən söhbət edirəm ki, siz onları dövlət əleyhinə hər hansısa bir işlərdə və yaxud da ki, böyük məbləğdə korrupsiya əməllərinə görə həbs olunub. Elə sizin iqtidar olduğunuz dönəmdə hələ bundan sonra başqa bir Azərbaycanda iqtidar partiyası olacaqsa, onda Yeni Azərbaycan Partiyasının hansı əməlləri üzə çıxacaq, bu artıq gələcək mövzusudur. Amma siz özünüz iqtidarda olarkən, mən bir daha təkrar qeyd edirəm, bugünə kimi sizin neçə məmurunuz, yüksək ranklı məmurunuz, sizin neçə yüksək rütbəli Yeni Azərbaycan Partiyasının üzvü olan, onun idarə heyətində çalışmış, Ramiz Mehdiyev kimi nümunəniz var, onun Ağsaqqallar Şurasının üzvü olmuş və onun qurucularından biri olmuş Ramiz Mehdiyevdən söhbət gedir və yaxud da ki, onun sədr müavini olmuş Əli İnsanov vaxtında hansı ittihamlarla siz həbs etmişdiniz? Evindən neçə meşrub siz qızıl külçəsi tapmışdınız, unutmuşsunuz bəlkə də. Onda niyə Yeni Azərbaycan Partiyası bağlanmırdı? Mən sadəcə burada ədalətli mövqe nümayiş etdirmək fikrindəyəm. Mənim ədalət hissim hələ o qədər ölməyib ki, digər partiyalar haqqında söhbət gedəndə mövzu mənim partiyam olmadığı halda mən burada sussum və yaxud da ki, gözləmə mövqeyində durum. Xeyr, təbii ki, mən bunu qətiyyətlə pisləyirəm. Lap belə əgər Əli Kərimlirin həqiqətən də Ramiz Mehdiyev ilə əlaqələri olubsa da və yaxud da ki, həqiqətən də ittiham maddəsində göstərildiyi kimi dövlət çevrilişinə cəhddə hər hansısa bir addımı, bir fəaliyyəti olubsa da, bu istintaqın sürəcidir, bir daha qeyd edirəm və mötərizə açıb qeyd edirəm ki, mən buna inanmıram. Amma əgər bu sübuta yetiriləcəksə də, dəlil sübutlarla və yaxud da ki, sizin ittihamınız, sizin məhkəməniz bunu belə sübut edəcəksə də, bu onda Əli Kərimliyin çəkəcəyi cəzadır. Bu onun partiyasının çəkəcəyi cəza deyil, onun partiya üzvlərinin çəkəcəyi cəza deyil və minlərlə insanın, hələ mən dəstəkçiləri qoyuram bir qırağa, faktdır ki, 5000 nəfərdən daha artıq üzvünü Ədliyyə Nazirliyi təsdiq edib. Və bu minlərlə insan deməkdir. Minimum hələ mən sayına götürürəm bunu və minlərlə insanın siyasi fəaliyyətini əngəlləşdirmək və yaxud da ki, onların hər hansısa bir siyasi aktivliyini qanuni əsaslarla onlara məhdudiyyət qoymaq olmaz. Onsuz da qanunsuz olaraq Azərbaycanda bugün siyasi fəaliyyətə qadağalar var. Mənim bugün burada bu danışdığım, bu etdiyim tənqidlərin belə mənim üçün müəyyən riskləri var. Amma mən bu riskləri gözə alıram təbii ki. Görək nə vaxta qədər bu belə davam edəcək. Amma həmin insanların
lap Müsavat partiyası olsun, heç Müsavat partiyası faktiki olaraq hər hansı bir məhkəmə qərarı ilə bu sürəcdə daxil deyil. Bu cinayət işini nə şahidlər kimi dindirilib, nə iştirakçılar kimi onlar haqqında bir cinayət məsuliyyətinə cəlb etmək görünmür. Amma mətbuatda həm də hökumətyönlü insanlar tərəfindən, ekspertlər tərəfindən və yaxud da ki, elə millət vəkilləri tərəfindən cəbhənin və Müsavatın bağlanmasından artıq söhbət gedir. Mən başa düşə bilmirəm. Deyəsən, bəzi insanlar Azərbaycanda zaman maşını ixtira edib və bu zaman maşını ilə 36-37-ci ilin Almaniyasına gediblər. Əgər elə bir şey varsa, mən təklif edirəm ki, siz bir də 45-ci ilin Almaniyasına gedin və ondan sonra yenidən görün bu mövzulara qayıdırsınız, yoxsa yox. Ümumiyyətlə, cəmiyyətdə müxalif düşüncəli insanlar olmalıdır. Təbii ki, cəmiyyətdə dialoqda olan müxalif partiyası nümayəndələri də olmalıdır. Prezident aparatı ilə, onun məsul şöbəsi ilə dialoq çərçivəsində olan partiyada, halbuki mən həmin partiyanın da üzvüyəm və aktiv üzvlərindən biriyəm. Cəmiyyətdə Müsavat partiyası kimi də köklü partiya olmalıdır. Müsavat partiyası Məmməd Əmin Rəsulzadənin qurduğu bir partiyadır və Müsavat partiyasının tarixi elə demək olar ki, Azərbaycan dövlətinin tarixinə bərabərdir. Və yaxud da ki, Xalq Cəbhəsi partiyası olsun, ən böyük partiyalardan biridir Azərbaycanda. Mən onların yürütdüyü siyasəti dəstəkləmirəm. Təbii ki, onların boykot taktikası ilə ümumiyyətlə razı deyiləm. Onların bizə ritorikası ilə təbii ki, bu məni də zaman-zaman incidib, küstürüb. Amma siyasətdə küslülük mənim üçün qəbul edilməzdir şəxsən. Siyasətdə dövlət maraqları, ölkənin maraqları, vətəndaşların maraqları ön planda olmalıdır və bugün nə Azərbaycan dövlətinin xüsusi bir marağı, nə Azərbaycanın gələcəyi üçün xüsusi bir maraqlı tərəf yoxdur ki, cəbhə buna görə bağlanmalıdır ki, Azərbaycan bundan sonra inkişaf etsin və yaxud da ki, Müsavat partiyası. Xeyr, əgər kiminsə günahı varsa, mən təkrar edirəm, mən təbii ki, istintaqa bir müdaxilə və yaxud da ki, müdaxilədə cəhd etmək niyyətim yoxdur. Hər hansı bir şübhə yaratmaq da niyyətim yoxdur. Mənim şübhələrimi dilə gətirə bilərəm, amma bu mənim gəldiyim qənaətdir və bu da mənim azad özümü ifadə hüququmdur, fikirlərimi ifadə etmə hüququmdur. Mən buna inanmaya bilərəm, amma bu mənim ona qarışmam demək deyil. Kiminsə günahı varsa, o günahını çəkməlidir, amma bu partiyaların bağlanması o çox ayıb ritorikadır hətta. Bu siyasi ritorika deyil ümumiyyətlə. Bu siyasətdən xəbərsiz insanların, özdə ki, hansı cür insanların Siyavuş Novruzov kimi, dünənə kimi az qala Ramiz Mehdiyevin ən sadiq adamlarından biri, az qala Ramiz Mehdiyevin sağ əli hesab olunacaq adamların dilindən biz bunu eşidirik, həm də parlament kürsüsündən. Adamlar çıxıb parlamentdə deyir ki, bu partiyalar bağlanmalıdır. Sabah digər bir partiya haqqında bunu danışacaqlar, başqa bir əsaslarla, bəhanələrlə daha doğrusu. Əsas da yox, bunu əsas demək olmaz, bu əsas deyil. Mən təkrar edirəm, əgər həqiqətən də Əli Kərimlinin hər hansısa bir cinayət əməli varsa, o cəzasını çəkməlidir, amma siz onun cəzasını necə minlərlə üzvü olan bir partiyaya bağlaya bilirsiniz? Bu partiya rəsmi dövlət qeydiyyatından keçmiş partiyadır. Bu partiyanın yaxşı, pis Azərbaycanın müstəqil dövlət olmasında rolu olub. Müsavat partiyasının həmçinin. Müsavat partiyasında kifayət qədər ziyalı, savadlı insanlar təmsil olunur. Mənim şəxsən tanıdığım insanlar var ki, onlar universitet müəllimləridir, akademiklərdir. Həqiqətən, yəni Ramiz Mehdiyev kimi akademiklər yox. Yəni Yeni Azərbaycan Partiyasının şinelindən çıxan akademiklər kimi yox, həqiqi, savadlı tarixçilər. Mənim öz müəllimim müsavatçı olub və ona görə də mənim müsavata dərin bir hörmətim var. Mən burada yenə də bir-iki partiyaya bağlamaq istəmirəm. Ümumiyyətlə, bu ritorika doğru deyil. İnsanlar əgər sizə müxalif yönümlüdürsə, siz onları xoşlamırsınız, bəyənmirsiniz və biraz da küyə getmişsiniz, bəlli bir atmosferin təsirindən və başlamısınız ki, ay bunlar ümumiyyətlə bağlanmalıdır. Bir qədər keçsə deyəcəksiniz ki, bunlar ölkədən sürgün olunmalıdır və yaxud da ki, artıq bir qədər də belə bu atmosfer bu təzyiqdə davam etsə, artıq biz eşidəcəyik ki, Yeni Azərbaycan Partiyasının deputatları çıxıb danışırlar ki, bugündən etibarən Müsavatın və yaxud da ki, Xalq Cəbhəsinin üzvü olanlar artıq cinayət məsuliyyətinə cəlb olmalıdırlar və yaxud da ki, mən bir neçə gün öncə eşitdim, artıq bir nəfər danışırdı ki, mən ad çəkmə niyyətim yoxdur, amma danışırdı ki, soyadlardan artıq imtina edilməlidir. Yəni, Əli Kərimlinin soyadı kimsə daşıyırsa, o soyaddan imtina. Bu nə qədər absurd bir fikirdir. Yəni, siz təsəvvür edirsiniz, siz cəmiyyətdə bu artıq temperamenti yüksəldirsiniz, bu siyasi hərarəti yüksəldirsiniz və bu ortada seçki dönəmi də deyil.
və bunun çox böyük təhlükələri də ola bilər. Bu sizin bu siyasi leksikonunuz, bu siyasi də deyil əslində. Bu çox küçə sözlərindən ibarət, küçə ritorikasından ibarət qurulmuş bir cümlələrdir sadəcə. Və sizin əgər bir şəxslə probleminiz varsa və yaxud da ki, həmin şəxsin həqiqətən günahı varsa, mən təkrar edirəm, bu əsas vermir ki, həmin partiyanın bütün üzvlərini azqala cinayətkar adlandırmaq, bu qədər qorxu mühitinə ehtiyac yoxdur. İnsanları bu qədər qorxutmağa, bu qədər siyasi prosesdən uzaqlaşdırmağa ehtiyac yoxdur. Və Azərbaycanda müxalifət olmalıdır. Mən təkrar edirəm, keçən videomda da bu haqda danışmışdım ki, Azərbaycanda sivil müxalifət olmalıdır. Müxalifəti olmayan ölkələrin axırı, mən keçən videomda qeyd etdiyim kimi, yenə demək istəmirəm hansı ölkələri gətirib çıxarır və bu Azərbaycanı istəməyənlərin ancaq planı ola bilər ki, bu mənim kimi şəxsən insanların planı deyil. Mən heç inanmıram ki, hazırki prezident də hal-hazırda düşünür ki, Azərbaycanda ümumiyyətlə müxalifət olmasın, gəlin müxalifəti ləğv edək. Bunun nə qədər absurd olduğunu məncə hazırki iqtidar rəhbəri elə Yeni Azərbaycan Partiyasının rəhbəri də çox gözəl bilir. Amma nəyəsə görə Yeni Azərbaycan Partiyasının deputatları, hansı ki o deputatlar yığışıb Ramiz Mehdiyevi hələ də Yeni Azərbaycan Partiyasını uzaqlaşdıra bilmir. Və həmin deputatlar çıxıb danışırlar mətbuat orqanlarında, danışırlar parlament kürsüsündən ki, müsavat bağlanmalıdır, xalq cəbhəsi bağlanmalıdır. Siz öncə nəyisə bağlamaq, nəyisə düzəltmək istəyirsinizsə, gedin birinci növbədə Ramiz Mehdiyevi Yeni Azərbaycan Partiyasını uzaqlaşdırın. Mən sizə sual verirəm buradan. Hörmətli Siyavuş Novruzov, Elman Nəsirov, niyə Ramiz Mehdiyevi siz Yeni Azərbaycan Partiyasından uzaqlaşdıra bilmirsiniz hal-hazırda? Və o boy-boy internet televiziyalarında danışan yapçı deputatlar, yapçı ekspertlər və yaxud da ki, özünü müstəqil adlandıran, amma əslində yapçı olan ekspertlər. Mən sizə buradan sual edirəm, Ramiz Mehdiyevi niyə Yeni Azərbaycan Partiyasından uzaqlaşdıra bilmirsiniz? Səbəb nədir? O qədər güclüdür. Yəni artıq yap o qədər zəifdir ki, bir tək Ramiz Mehdiyevi partiyasını uzaqlaşdıra bilmir. Amma düşüb ki, digər partiyalar bağlansın. Bu nə qədər absurddur ümumiyyətlə. Azərbaycanda siyasi müxalifətin fəaliyyətinə əngəllər yaradılmamalıdır. Zaten əngəllər var, amma daha bu qədər yüklənmək, bu qədər şiddətləndirmək bunun axırı heç Yeni Azərbaycan Partiyasının özü üçün, dövlət və hökumət məmurlarının özü üçün, onların hal-hazırki yürütdüyü və həmişə də öyündükləri stabillik üçün mən inanmıram ki, bu arzu olunan nəticələrə gətirib çıxara bilər. Azərbaycanda müxalifət olmalıdır, müxalifət sivil olmalıdır, seçim hüququ, söz haqqı vətəndaşa verilməlidir. Vətəndaş gedib seçkidə gedib sözünü deməlidir ki, hansı partiya Azərbaycanda daha çox deputat mandatı ilə təmsil olmalıdır və yaxud da ki, hansı partiya Azərbaycanı faktiki artıq idarə etməlidir. Həmin partiyadan namizədi prezident olmalıdır Azərbaycanda və yaxud da ki, hansı partiya artıq heç bir bələdiyyə belə bunlara düşmür. Bunun qərarını xalq verməlidir. Bunun qərarını yaranmış bir atmosfer, bunun qərarını hansısa 3-5 deputat verməməlidir və yaxud da ki, hansısa bir qrup şəxs bunun qərarını onlar verməməlidir. Və mən ümid edirəm ki, yaxın günlərdə artıq bu siyasi temperatur bir qədər aşağı düşər. Çünki bu, məncə heç birimiz üçün arzu olunan deyil. Söhbət burada təkcə siyasi maraqları olan siyasi insanlardan və yaxud da ki, siyasi partiyalardan, siyasi hakimiyyətdən getmir. Həm də bütün Azərbaycan üçün, mən bütün ölkə adına mən bunu düşünürəm ki, məncə bütün ölkəmiz üçün hal-hazırda daha stabil, daha normal bir vəziyyətdə hal-hazırda siyasi mühit daha əlverişli olar.